Salam. İndi bugün mən biologiya 7-ci sinif dərsliyindən 1-ci hissədən sonuncu mövzunu bitkilərdə çoxalma bilməsi 3-cü bölmədən bitkilərin həyat dövrü haqqında olan dərsi oxuyacağam. Burada açar sözlər həyat dövrü sporangi, protal və protonemadır. Açar sözlərdən görürük ki, dərs haqqında olacaq ki, hansı ki, mamır, qışı, bu kimi bitkilər haqqında. Paxlallı bitkinin müxtəlif həyat mərhələlərini göstərən A və B şəkillərini müqayisə edin. Sizcə hansı şəkil daha yaxşı və ətraflı məlumat verir? A'dakı şəkildə toxumdan cücərtinin, cücərtidən cavan bitkinin çıxması, sonra burada tozlanma, mayalanma və paxla meyvə olması, sonra isə toxumun yayılması göstərilib. B'də isə yenə toxumdan cücərti çıxır, ondan cavan bitki çıxır, ondan tozlanma, mayalanma. Yəni tamamilə şəkillər eyni. Sadəcə bir fərq var ki, fərqi siz də tapa bilirsə, B variantında dövr şəklindədir. Yəni toxumun yayılmasından sonra təkrardan toxumdan cücərti çıxdığını göstərir. Ona görə də bu təkrarlanan bir prosesdir. Məlumatını verən, əlavə bu məlumatı verən B olduğu üçün B şəkli daha yaxşı və ətraflı məlumat vermişdir. Hansı şəkil paxlallı bitkinin ömrünün dayanmayan bir dövrədə davam etdiyini göstərir? Bunu dedik B. Necə düşünürsünüz? Digər şəkil nəyi göstərmir? Onu da dedik. Həyat dövrünü göstərmir, sadəcə bir qismini göstərir. Çiçəkli bitkilərin çoxalması zamanı hansı proseslər baş verir? Bu da burada yazılan bütün sırayla cücərtinin yaranması, cavan bitkinin yaranması, sonra tozlanmanın baş verməsi, mayalanmanın baş verməsi. Çoxalma dediyi üçün bu hissələrdən, məsələn, tozlanma, mayalanma daha çox çoxalma hissəsinə aiddir. Sonra toxumun yayılması və s. Toxumun cücərməsindən inkişaf etmiş yetkin bir bitkiyə çevrilib öz toxumunu əmələ gətirənə qədər bitkinin həyatında baş verən bütün dəyişikliklər bu bitkinin həyat dövrü adlanır. Deməli, hardan? Toxumun cücərməsindən inkişaf etmiş yetkin bir bitkiyə çevrilib öz toxumunu əmələ gətirənə qədər bitkinin həyatında baş verən bütün dəyişikliklər. Yəni cücərmədən toxum əmələ gələnə kimi hansı ki, burada cücərtini görürük. Məsələn, B'dəki yuxarıdan ikinci şəkildə cücərtidir. Toxumun əmələ gəlməsinə kimi baş verən deyir. Toxum əmələ gətirmədə burada paxla meyvə yazılan hissədə məsələn toxum əmələ gəlməsidir ki, bu bitkinin həyat dövrü adlanır. Çünki həyat dövrünün bütün mərhələləri hər dəfə yeni bitki yarananda təkrarlanır. Bəzi bitkilər toxum verdikdən sonra məhv olur. Digər bitkilər hər il çiçək açır və toxum əmələ gətirir. Çiçəkli bitkinin həyat dövrü fəaliyyət hissəsində şəkillər verilib. Yeddi şəkildə bitkinin həyat dövrünün mərhələləri təsvir olunub. Cədvəl dəftərinizə çəkin, şəkillər əsasında mərhələləri düzgün ardıcıllıqla qeyd edin. Hər bir mərhələnin adını və haqqında məlumatları cədvəldə yazın. Nümunə olaraq bir mərhələ üçün məlumatlar yazılmışdır. Burada cücərmə Y variantındakı cücərmə mərhələsi yazılıb və burada toxumlar torpaq altından böyüməyə başlayır. Torpaq, su, istilik lazımdır. Əslində cücərmə olan şəkil burada. Y'də cücərti tam da görünmür, amma ki, yəqin ki belədir. Məsələn, A variantında deyə bilərik ki, toxumların yayılması, B variantını deyə bilərik, cavan bitki deyə bilərik. C də toxumların yayılmasına aiddir. Lap A-nı təkcə toxum olaraq yazsaq, C-yə toxumların yayılması deməliyik. D-də cavan bitkinin yaranması deyə bilərik. Sonra bu da əslində cücərmənin bir hissəsidir. Burada nə olur? C variantındakı şəkildə. Burada bitki yuxarı çıxıb, artıq torpağın üstünə çıxıb və onun toxumu üzərində qalıb.
Evdə isə görürük ki, bu da arının qidalanmasıdır ki, tozlanmanı belə həyata keçirir. Tozlanmanı yəni burada da görürük. Buna uyğun digər məlumatları da cədvəldə doldura bilərik. O elə də çətin bir şey deyil. Müzakirə edin. Həyat dövrünün hansı mərhələsində erkək və dişi qamətlər birləşir? Hansı mərhələsində idi? Artıq mayalanma mərhələsində erkək və dişi qamətlər birləşirdi. Temperaturun və iqlimin dəyişməsi nəyə səbəb ola bilər? Temperatur və iqlimin dəyişməsi toxumun cücərməməsinə və bitkinin həyatının sonuna gətirib çıxara bilər. Məsələn, bunu misal olaraq dedim. Cədvələ başqa ya da məsələn çox soyuq temperatur olsa yenə bitki ölə bilər. Cədvələ başqa hansı nəsə əlavə edə bilərsiniz? Burada görək nə yoxdur. Məsələn, tozlanmanı verib, tozlanma göstərilib. Burada mayalanma yoxdur. Mayalanmanı əlavə etmək olardı. B-də bəlkə də bu çiçəyin əmələ gəlməsidir. Əslində B variantı var idi fəaliyyət hissəsində. O çiçəyin əmələ gəlməsi D-yə cücərmə deyə bilərik məsələn. Amma özü yeni yazıb cücərməyə. Deməli ki, orada toxum artıq qırılıbsa onu cücərmə olaraq götürüb. Bitkinin həyat dövründə hər bir mərhələ vacibdir. Mərhələlərdən biri pozularsa həyat dövrü davam edə bilməz. Çiçək tozlanmazsa onlar cücərməyəcək və yeni bitkilər inkişaf etməyəcək. Toxumlar cücərə bilmirsə yeni bitkilər əmələ gələ bilməyəcək. Əmələ gəlməyəcək. Toxumlar cücərə bilmirsə yeni bitkilər əmələ gəlməyəcək. Burada da çiçəyin tozlanmasının bitkinin həyatına təsiri yazılıb məsələn. Sonra çılpaq toxumlu bitkilərin həyat dövrü. Bitkilərin heç də hamısı öz həyatının müəyyən bir dövründə çiçək əmələ gətirmir. Çiçəksiz bitkiləri toxumlar və ya sporlar vasitəsilə çoxala bilən bitkilər kimi qruplaşdırmaq olar. Şam, küknar və ardız kimi bütün başqa iynəyarpaqlı bitkilər toxumla çoxalır. Onların toxumları dişi qozaların daxilində əmələ gəlir. Toxumlar qoza pulcuqları üzərində açıq halda yerləşdiyinə görə bütün iynəyarpaqları çılpaq toxumlu bitkilər adlandırırlar. Nəyə görə deməli çılpaq toxumlu adlanır? Çünki qoza pulcuqları üzərində açıq halda yerləşir toxumlar. Toxumlar pulcuqların üzərində açıq halda yerləşir və ona görə də çılpaq toxumlu adlanır. Çünki toxumun olduğu çılpaq halda yerləşdi. Erkək qozada yetişmiş tozcuqlar tökülür. Külək vasitəsilə dişi qozaların pulcuqları üzərindəki yumurtacığın səthinə düşür. Yəni bunlarda artıq yumurtalıq, dişicik və s. belə şeylər yoxdur. Yəni yumurtalıq yoxdur, sadəcə yumurtacıq var deyirik. Yumurtacığın səthində düşür. Pulcuqlar üzərində olan yumurtacığın üzərinə düşür. Və burada tozlanma və mayalanma baş verir. Toxum əmələ gəlir, yetişmiş qanadcıqlı toxumlar külək tərəfindən ətrafa yayılır və əlverişli şərait olduqda torpaqda cücərir. Deməli ki, bunların toxumları da qanadcıqlı olur, bunu da bilirik. Yandakı şəkildə isə erkək qozanın məsələn sarı rəngdə olduğu görünür. Erkək qozalar deyirik ki, sarımtıl yaşıl rəngdə olur ya da yaşılımtıl sarı rəngdə olur belə. Buradan deməli tozcuqlar gəlir. Pulcuğun üzərindəki yumurtacıqları göstərib növbəti şəkildə həmin yumurtacıqlara düşür və orada toxum əmələ gəlir yumurtacıqların olduğu yerdə. Sonra isə toxum yayılır, qanadcıqlı toxumlara çevrilir, yəni toxum yayılır ətrafa, sonra isə yenidən bir cücərtə əmələ gəlir. Sporlu bitkilərin həyat dövrü. Sporlar vasitəsilə çoxalan çiçəksiz bitkilərə qıжıllar və mamırlar aid edilir. Sporlar vasitəsilə çoxalan çiçəksiz bitkilərə qıжıllar və mamırlar aid edilir.
Sporlar kiçik və yüngüldür. Onlar çoxlu sayda əmələ gəlir və külək vasitəsilə ətrafa yayılır. Əlverişli şərait yarandıqda sporlar cücərir və yeni cavan bitkilər inkişaf edir. Adətən rütubətli kölgəli yerlərdə bitən qıcı bitkisinin yarpaqlarının altında sporangi topları yerləşir. Qonur rəngli sporangilərdə sporlar əmələ gəlir. Sporangilər harda yerləşir? Yarpaqlarının altında və qonur rəngli olur. Onların içərisində isə sporlar yerləşir. Yetişmiş sporlar tökülür, küləklə yayılır və əlverişli şəraitə düşdükdə cücərir. Yaşıl lövhəcik şəklində qızılının ilk cücərtisi protal əmələ gəlir. Protalın alt səthi üzərində əmələ gələn erkək qametlər su ilə yumurta hüceyrə tərəfə üzərək onunla birləşir və mayalanma baş verir. Zigotdan cavan qıcı bitkisi inkişaf edir. Sağda isə qıcının həyat dövrünü şəkillə göstərib. Yetkin bitkidən deməli yarpaqların altında sporangilər olur. Sporangilərdən növbəti şəkildə göstərdiyi kimi sporlar tökülür və sporlar tökülür hara? Sporlar tökülür hara? Onu yazmayıb. Etmiş sporlar tökülür, küləklə yayılır. Sadəcə belə yazılıb. Hə, küləklə yayılır deməli. Ondan sonra amma qametlər su ilə yayılır. Qametləri su ilə, sporları isə küləklə yayılır deməli qıcının. Sonra isə dişi qametlərin şəkli göstərilib ki, dişi qametlər və erkək qametlər necə olur? Dişi qamətdə açıq yaşıl rəngdə bir çevrə şəklində göstərilib şəkli. Erkək qamətdə isə çoxlu sayda kiçik-kiçik hüceyrələri görürük. Sonra isə mayalanma necə olur? Mayalanmada gəlir yumurtaya, burada yumurta hüceyrəyə düşür. Yumurta hüceyrəyə gəlir, erkək qametlər düşür və orada mayalanma baş verir. Sonra isə cavan bitki əmələ gəlir. Cavan bitki də adlanır nə? Protal adlanır. İlk cücərti yəni. Qıcının ilk cücərtisi protal əmələ gəlir. Sadəcə protal burada əmələ gəlmir. Burada cavan bitki əmələ gəlir. Sonra cavan bitkidən sporangi əmələ gəlir. Sadəcə burada niyə protalın şəklini təkrardan qoyublar? Çünki sadəcə şəkildə göstərilib ki, protalın şəkli göstərilib. Ona görə də ağzından deyəndə elə dedim, amma ki, cavan bitki əmələ gəlir. O protal deyil. Yəqin ki, şəkildə səhvən elədi ya da özləri elə qoyublar. Üstündəki burulan hissəni görürük deyə yəqin ki, bilməliyik ki, o cavan bitkidir sadəcə. Rütubətli yerlərdə bitən mamırlar adətən torpağı yaşıl xal kimi örtür. Burada birdən-birə qıcıdan keçirik mamıra. Bir başlıq da qoyulmayıb. Burada sadəcə bayaqki başlıqla gedirik. Sporla çoxalan bitkilər. Rütubətli yerlərdə bitən mamırlar adətən torpağı yaşıl xalı kimi örtür. Erkək və dişi qamətlər əsasən ayrı-ayrı mamır bitkiləri üzərində inkişaf edir. Erkək qamətlər su vasitəsilə dişi bitkinin üzərindəki yumurta hüceyrə ilə birləşir. Mayalanma nəticəsində dişi bitki üzərində əmələ gələn zigotdan ayaqçıqlı qutucuq inkişaf edir. İndi sırayla getsək, şəklə baxa-baxa da görək. Ən birinci nə yazılmışdır? Ayrı-ayrı mamır bitkiləri üzərində erkək və dişi qamətlər inkişaf edir. Burada da erkək qamətlərin və dişi qamətlərin şəklinə baxırıq ki, ayaqçıq üzərində qutucuqda, yəni bütöv bir bitkinin üzərində, ayaqçıq üzərində qutucuğun içərisində sporlar yerləşir və həmin bu qutucuq dişi qamətdir. Yəni bu qutucuq dişi qamətin tək özü deyil də, dişi qamətlə erkək qamət birləşir və ondan əmələ gələn zigotdur. Dişi qamətin erkək qamətlə birləşmiş halıdır. Hə,
Deməli, ziqotun əmələ gəldiyini gördük. Ziqot çevrildi ayaqcıq üzərində qutucuğa. Ondan sonra qutucuqdan sporlar tökülür. Özdə erkək qametlər yenə su vasitəsilə dişi bitkinin üzərinə yumurta hüceyrə yerləşir. Bunun da qametləri, mamırda da qametlər su vasitəsilə yayılır. Sonra hansı ki burada qeyd olunmayıb ki, sporları küləklə yayılır. Qışıda qeyd olunmuşdu. Burada sadəcə deyir ki, yetişən sporlar tökülür. İndi sırayla gedim bir də. Erkək qametlər su vasitəsilə dişi bitkinin üzərindəki yumurta hüceyrə ilə birləşir. Mayalanma nəticəsində dişi bitki üzərində əmələ gələn ziqotdan ayaqcıqlı qutucuq inkişaf edir. Bura kimi demişdik. Qutucuqda yetişən sporlar tökülür və rütubətli torpağa düşdükdə cücərir. Cücərtini də bu spor yazılan şəkildən sonraki hissədə yaranmasını görürük. Cücərti adlanır deməli protonema. Sonra nə yazılıb? Baxın. Yaşıl nazik və şaxələnmiş sap şəklində mamırın ilk cücərtisi protonema əmələ gəlir. Onu gördük. Sonra protonemadan cavan mamır bitkisi inkişaf edir və həyat dövrü tamamlanır. Yəni də cavan mamır bitkisi artıq erkək də olsa, dişi də olsa, sonraki həyat dövrdə eyni bu şəkildə davam edir. Bu yenə güvəndə daha yaxşı yazılıb. Ona görə növbəti videoda bəlkə elə qeydləri götürməmişdim. Güvəndə də bu hissələri göstərirəm. Burada əvvəlki dərslik üzərində daha yaxşı göstərilib ki, şəkli yetkin dişi bitki və yetkin erkək bitkinin üzərində cinsi orqanlar olur. Dişi cinsi orqan və erkək cinsi orqan və onların yaxından şəkillərdə göstərilmişdir. Erkək cinsi orqan anteridir, dişi cinsi orqan arxigoniya adlanır. Ondan sonra isə arxigoniyanın üzərində yumurta hüceyrə yerləşir. Sonra isə yumurta hüceyrə olan arxigoniya, yəni dişi çevrilir qutucuğa. Zigot yaran dişi hüceyrədə olur da bu. Dişi cinsi orqanı çevrilir zigotu, dişi cinsi orqanın içərisindədir çünki yumurta hüceyrə. Burada isə düşün müzakirət hissəsində birillik və çoxillik bitkilər nədir soruşulub. Bunu isə ən birinci abzasda bu dərsin birinci abzasında bəzi bitkilər toxum verdikdən sonra məhv olur, digər bitkilər isə hər il çiçək açır və toxum əmələ gətirir. Şəklində göstərilib ki, hansı ki toxum əmələ gətirdikdən sonra məhv olursa, o deməli birillikdir. Digərləri isə çoxillik olur. Öyrəndiklərinizi tətbiq edin. Bitkilərin həyat dövründə cinsi nəsil və qeyri-cinsi nəsil növbələşir. Bu nəsillər çox vaxt morfoloji, bəzən isə xromosom baxımından fərqli olur. Gametofit nəsli adlanan cinsi nəsil qametlər, sporofit nəsil isə cinsiyyətsiz sporlar əmələ gətirir. Gametofit nəsildən cinsi nəsil qametləri, sporofit nəsildən cinsiyyətsiz sporlar əmələ gəlir. Mamırların həyat dövründə gametofit nəsil, qıcılar, çılpaq toxumlar və çiçəkli bitkilərdə isə sporofit nəsil üstünlük təşkil edir. Nə oldu deməli? Qıcılar kimdə? Qıcılarda, çılpaq toxumlarda, çiçəkli bitkilərdə sporofit nəsil üstünlük təşkil edir. Mamırlarda isə gametofit nəsil. Sizcə çiçəkli bitkilər, qıcılar və mamırların həyat dövrünün hansı mərhələsi və ya mərhələləri cinsi nəslə aid edilir? Çiçəkli bitkilərdə, qıcılarda, mamırlarda həyat dövrünün hansı mərhələsi cinsi nəslə aid edilir soruşur burada. Cinsi nəsil dedikdə dedik ki, üzərində nədir? Qametlər inkişaf edən. Məsələn, çiçəkli bitkilərdə çiçəyi deyə bilərik buna. Qıcılarda nə üzərində qametlər inkişaf edir? Qıcılarda isə protal üzərində idi erkək və dişi qametlər. Və sonra hansı mərhələsi dedim? Protal mərhələsi, ondan sonra mamır. Mamırda isə yetkin mərhələdə idi, yetkin bitki üzərində idi. Erkək və dişi qametlər. Ondan sonra öyrəndiklərinizi yox, ondan əvvəl bir sual qalıb. Nə üçün çılpaq toxumluların həyat dövründə tozcuq və yumurtacıq gametofit nəsil hesab olunur? Çılpaq toxumlularda niyə tozcuq və yumurtacıq olar? Çünki
Onlarda erkek qamətlər tozuqlarda, dişi qamət isə yumurtacıqda yerləşir. Yəni yumurtacıqda əmələ gəlir. Burada da elə birinci sualda çiçəkli bitkilər, qıcılar, mamırlar verilib. Bu isə çılpaq toxumlarda özü yazıb. Sonra, məsələn, onu belə daha kiçiyə gətiririksə, çiçəkli bitkilərdə dişici erkəkçidir deyə bilərik. Sonra öyrəndiklərinizi yoxlayın. Çiçəkli bitkilər çoxalmasına görə çılpaq toxumlu bitkilərdən necə fərqlənir? Çılpaq toxumlu bitkilərdə dedik ki, dişici erkəkci olmur. Onun yerinə tozcuq və yumurtacıq olur. Ümumiyyətlə çiçək də olmur. Sonra havanın quru və yağışsız keçməsi hansı bitkilərin həyat dövrü üçün təhlükəli ola bilər? Quru və yağışsız keçməsi həyat dövrü üçün təhlükəli ola bilər. Kökü dərinə getməyən bitkilər üçün deyə bilərik. Ondan sonra su ilə çoxalan bitkilər deyə bilərik. Qamətlərini su ilə yayan bitkilər hansılar oldu? Burada qıcılar və mamırları gördük məsələn. Onlar üçün təhlükəli ola bilər. Ən çox da onlar üçün. Ondan sonra nə üçün bitkilərin həyat dövrünü dairəvi sxem şəklində təsvir edirik? Çünki ən yekunda yenidən o dövr başlayır. Məsələn, toxum yaranır, toxumdan sonra yenidən bir həyat dövrü gedir. Mamır bitkisinin həyat dövrünün mərhələləri belədir. Burada dişi bitki, qutucuq, protonema, erkək bitki, spor, qamət, yumurta hüceyrə yazılıb. Məsələn, ən birinci hansını deyək? Ən birinci qutucuğu desək, qutucuqdan nə çıxırdı? Sporlar. Ona görə qutucuqdan sonra spor deməliyik. Spordan sonra cücərti olmalıdır. Cücərti burada olmadığı üçün deməli ki, onda qutucuqdan başlamamalıyıq. Cücərtidən sonraki mərhələdən başlayaq. Yəni erkək bitki və dişi bitki. Deməli, birinci mərhələ oldu. Dişi bitki və erkək bitki. Ondan sonra bunlardan dişi bitkidən yumurta hüceyrə, erkək bitkidə erkək qamət əmələ gəlir. Ondan sonra dişi bitkidə mayalanma olur və bu mayalanmadan qutucuq əmələ gəlir. Protonemada var imiş cücərti, bayaq görməmişəm. Yenə onda elə də yaza bilərik, fərq yoxdur. Qutucuq oldu, deməli, qutucuqdan sonra ona spor, spordan sonra isə cücərti əmələ gəldi. Yəni protonema. Mərhələləri düzgün ardıcıqla yerləşdirməklə mamır bitkisinin həyat dövrünün sxemini çəkin. Eyni bunları sxem şəkildə, bu sözləri sxem şəkildə yazsaq, dediyi sualı da yazmış oluruq. Sonra bu bölmənin sonu olduğu üçün davamı elm, texnologi, həyat hissəsinə keçirəm. Bitkilərin mikroklonal çoxaldılması. Klon bilirik nə deməkdir? Mikroklonal çoxaldılması. Bitkilərin mikroklonal çoxaldılması üsulu ilə qısa müddətdə eyni əlamət və xassələri çoxlu sayda bitkini əldə etmək mümkündür. Deməli, eyni əlamət və xassələrə malik olan çoxlu sayda bitki əldə edirik. Bu üsulla çoxaldılmaq məqsədi ilə gövdə və yan tomurcuqlarının uclarından daha az ixtisaslaşmış bitki toxumlarından, adətən törədici toxumalardan kəsiklər alınır. Bu hissələrə eksplantlar deyilir. Eksplantlar təxminən 0,5-1 mm ölçüdə kəsilir. Sonra həmin materiallar tam sterilizə edilir və canlı orqanizmlərdən kənarda in vitro şəraitdə, in vitro nə oldu? Canlı orqanizmlərdən kənarda, xüsusi şüşə qablarda qidalı mühitdə yerləşdirilir. Qidalı mühitdə yerləşdirilməsi də burada birinci şəkildə göstərilmişdir. Hansı ki, birinci altda olan şəkildə qidalı mühitdə böyüyən eksplantlar. Hüceyrə bölünməsi nəticəsində bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə kök əmələ gətirmə mərhələsinə qədəm qoyur.
Tumurcuqları olan eksplantlar kök əmələ gəlməsinə təkan verən müxtəlif qida mühitinə köçürülür. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Mikroelementlər, yəni onların qidalandığı kiçik ölçülü elementlər. Onların tərkibində komponentlərin nisbətini və miqdarını dəyişməklə klonlaşdırmanın sürətini və istiqamətini tənzimləmək mümkündür. Eksplantların kökləri böyüdükdə onlar istixanalara köçürülür və tədricən normal böyümə şərtlərinə uyğunlaşır. Adaptasiya dövrünü başa vuran sağlam bitkilər sahələrə köçürülür. Onlar zərərvericilərə və xəstəlik törədicilərinə qarşı davamlı olur. Çünki belə bir davamlı bitkini alırlar və onu klonladıqları üçün də belə olur. Bu şəkildə yəni ki, davamlı olur. Belə dedikdə davamlı. Sonra isə keçirik xülasəyə. Əvvəlcə bitkilərdə çoxalmanı iki hissəyə ayırıb cinsiyyətli çoxalma və qeyri-cinsi çoxalma. Cinsiyyətli çoxalmada iki qametin birləşməsi ilə ziqot əmələ gəlir. İki valideyn fərdi iştirak edir. Nəsillərdə müxtəliflik və dəyişkənliklərə səbəb olur. Cinsiyyətli çoxalmanın davamına baxaq. Deməli, ən önəmli əlamətləri yazılıb da burada. İki qametin birləşməsi ilə ziqot əmələ gəlməsi bu ən önəmli əlamətidir. Ondan sonra iki valideyn fərdi iştirak etməsi nəsillərdə müxtəliflik və dəyişkənliklərə səbəb olur. Müxtəliflik dəyişkənliyə səbəb olur. Dəyişkənlik dedikdə nəyə görə? Çünki burada artıq iki fərd iştirak etdiyi üçün onların əlamətləri bir-birinə qarışacaq. Sonra baxaq davamına. Çiçəkli bitkilərə və çiçəksiz bitkilərə bölünür. Sonra çiçəksiz bitkilər daha az olduğu üçün birinci onlara baxaq. Toxumla çoxalır çılpaq toxumlular, sporla çoxalır mamırlar və qıжılar. Keçir çiçəkli bitkilərə. Çiçəklərdə olur tozlanma, dişicik və erkəkcik. Hamısı çiçəkdə baş verir. Sonra dişicik və erkəkciyə baxsaq və dişicik ağızcıq, sıçıncıq və yumurtalıqdan ibarətdir. Erkəkcik tozluqdan və erkəkcik sapından ibarətdir. Tozlanma öz-özünə baş verir və çarpaz baş verir. Çarpaz dedikdə burada küləklə tozlanma var. Heyvanlar vasitəsilə, həşəratlar, yarasalar, quşlar və su ilə çarpaz çoxalmanı demişdik. Ondan sonra isə baxaq dişicik, erkəkcikdə nə olur? Dişicikdə yumurtalığın tərkibində yumurtacıqları olur, içərisində yəni yumurtacıqları olur, daxilində dişi qamət, yumurta hüceyrə olur. Sonra erkəkcikdə isə tozluğun içərisində tozcuqlar yerləşir. Tozcuqların içərisində erkək qametlər, yəni ki, hansı ki orada əmələ gəlirdi. Mikrosporlar olurdu. Mikrosporlar da özü də iki nüvədən ibarət olurdu da, generativ nüvə və vegetativ nüvə. Hansı ki, vegetativ nüvə tozcuq borusunu əmələ gətirirdi, generativ nüvə isə özü iki spermiyə bölünürdü. Deməli, son olaraq spermiləri gördük ki, erkək qametlər burada əmələ gəldi. Ondan sonra yumurtacıq və tozcuqlar, həmin tozcuq borusu əmələ gəldi orada. Tozcuq borusu ilə spermilər öndə tozcuq borusu, arxada isə, yəni onun içərisində daha geridə gələn isə spermilərdir. Onlar çatır yumurtacığa, yumurtacığın daxilindəki rüşeym hissəsinə. Orada mayalanma gedir. Ondan sonra isə mayalanma nəticəsində toxumlar əmələ gəlir və toxumlar yayılır heyvanlar vasitəsilə, ətrafa səpələməklə, insanlar vasitəsilə, küləklə və su ilə. Heyvanlar külək, su var idi tozlanmada da, çarpaz tozlanmada da. Sadəcə ətrafa səpələməklə burada əlavə yazılıb, insanlar vasitəsilə ətrafa səpələməklə. Bunlar da
insanlar tərəfindən ola bilər. Və ətrafa səpələməni öz-özünə də elə bilir də. Məsələn, burada ətrafa səpələmə dedikdə qutucuq kimi bitkilər nəzərdə tutulur. Qutucuqlar, paxla meyvələr, buynuz meyvələr, bunları özü ətrafa səpələyirlər. Ondan sonra toxumları cücərməsi asılı olur havadan, rütubətdən, əlverişli temperaturdan və canlı rüşeymdən asılıdır. Bunu da cücərmə hissəsində görmüşdük.